Yəni, əziz izləyicilərimiz, dediyimiz kimi, bütün muğamlar o 7 özünə məxsus olan ahəng köklərinə ki, bağlıdır və o köklərdən, o notlardan, o pərdələrdən kənara çıxmaq olmaz. Hər hansısa pərdədə, hər hansısa notun arasında olan köməkçi pərdələrdən istifadə olunması belə bizi oxuyacağımız muğamdan digər muğama keçid eləmək məcburiyyətində saxlayar və eyni zamanda ola bilər ki, insan o oxuduğu məqamın ardında Rəşad müəllim xaric pərdəyə düşdüyünə görə qayıdıb həmən kökə düşməsə, xaric bir şey yaranar və oxunan muğam həm nə öz ahəngində olmaz, nə də digər muğamın ahəngində olmaz. Orada o qədər profesional olmaq lazımdır ki, qaçdığın pərdənin ardıyca heç olmasa gedib bir gözəl bir şey formalaşdıra biləsən. İnşallah biz o pərdələri sizə göstəririk. İnşallah mən bir dəfə deyim, sonra sizin köməkliyinizlə də davam edək. Allah, 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 Allah. Bir yerdə deyək. Allah, 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 Allah. Əziz izləyicilərimiz, bu saydığımız pərdələr, bu saydığımız ahəng, getdiyimiz ahəng, avaz çahargah məqamının köküdür və bu xəttdən kənara çıxmaq olmaz. Sırf çahargah muğamını tilavət eləyərkən. Amma sizə bir incə bir məqama toxunmaq istəyirəm. Burada bir işarə eləyim. Rəşad müəllim fikir verirsinizsə, digər məqamlarda ara məsafələri bir Hicazda inşallah gələcək Hicaz muğamına. Hicaz məqamında da bu qayda var. Allah, 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 Allah. Bu hissə bayata xasdır, düzdür? Amma Allah, 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 Allah. Üçüncü pərdədəki məsafə, səs pərdələri, not arasındakı məsafə görürsünüz, biraz uzandı. Eyni ilə çahargah məqamında bu hal yaşanır 6-cı pərdədə. 6-cı, 7-ci və o ikinci oktav, belə deyək, bir oktavanı ki biz zil do pərdəsinə gəlib çatmalıyıq. O hissiyə çatan zaman artıq bizim məsafəmiz aşağıda olan 5 dənə pərdədən tamamilə fərqlənmiş olur. Baxın, Allah, 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 Allah. Neçə oldu? 5. Allah, Allah. 6-7-də Allah, 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 Allah. Baxın, 6-dan elə bir ki, ortada bir pərdəni buraxmış oluruq, bir neçə pərdəni buraxmış oluruq. Əgər yarım pərdələri də nəzərə alsaq, ta oturaq çahargah məqamının ahənginə. Odur ki, bu keçidlərdə tamamilə diqqətli olmaq lazımdır və vacibdir. İnşallah biz çahargah məqamının həm qərar hissəsini, birinci hissəsini, həm cavab hissəsini, ikinci hissəsini, həm də cavab-cavab, yəni üçüncü hissəsini bu verilişdə sizə inşallah təqdim eləyəcək Allahın izni ilə. İnşallah Rəşad müəllim, Rahib müəllim. Çahargah məqamı qərar. Buyurun Rəşad müəllim, sizdən istəyirsiniz, başlayaq. Rahib müəllim demək olar ki, verilişin gündəmidir. Hər zaman buradadır. Siz az-az gəlirsiniz. Buyurun. Bismillahirrahmanirrahim. Ve'ş-şemsi ve duhaha. Allah, ya Allah. وَالْقَمَرِ إِذَا تَلَاهَا وَالنَّهَارِ إِذَا جَلَّاهَا. Allah.
وَاللَّيْلِ إِذَا يَغْشَاهَا وَالسَّمَاءِ وَمَا بَنَاهَا. Allah Allah. Ya Allah Rahim müəllim. وَالْأَرْضِ وَمَا طَحَاهَا وَنَفْسٍ وَمَا سَوَّاهَا. Ahsentum. Allah Allah. فألهمها فجورها وتقواها قد أفلح من زكاها. Allah Allah. يا الله. وقد خاب من دساها كذبت ثمود بطغواها. أحسنتم. إذ انبعث أشقاها فقال لهم رسول الله ناقة الله وسقياها. Allah Allah. Ahsant. Çalışdığımız qədər sadə təqdim edək ki, izləyicilərimiz anlaya bilsin. فكذبوه فعقروها فدمدم عليهم ربهم بذنبهم فسواها. Buyurun, sonlandırın. ولا يخاف عقباها. وَلَا يَخَافُ عُقْبَاهَا. Çahargah məqamının qərar hissəsidir. Fikir verirsinizsə, əgər biz Bismillahirrahmanirrahim Allah bu pərdədən götürmüşük. Allah, 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 Allah. Bu hissələrə cüzü də olsa keçidlər oldu, amma 4 pərdə arasında demək olar ki, biz Allah, 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 Baxın, bu musiqi ahənginin əzizlər arasında gediş-gəlişimiz oldu. Yəni, qərar pərdələrini oxuyanda, birinci hissəsini oxuyan zaman bu pərdələrdən yuxarı çıxmağa ehtiyac yoxdur. Bu ahəngi, bu musiqi çalarlarını yadımızda saxlayaq. Bax, bu qədər. Çox sadə şəkildə. Yəni, bu avazı əgər bir insan qavrasa, ardıca وَالشَّمْسِ وَضُحَاهَا وَالْقَمَرِ إِذَا تَلَاهَا وَالنَّهَارِ إِذَا جَلَّاهَا وَاللَّيْلِ إِذَا يَغْشَاهَا. Bax, bu avaz, bu musiqini yadımızda saxlasaq, ardı gedəcək. Çox sadə şəkildə. İnşallah cavab hissəsini